Şəkər xəstəsi olan bir şəxs bilmir ki, ürəyi xəstədir. Niyə? Çünki şəkər ağrı sinapslarını öldürür. Məsələn, normalda şəkər olmayan şəxs deyər ki, doktor, mən yeriyirəm, sinəm göynüyür. Bu bunu həkimə gətirər. Amma şəkər xəstələri elə deyil. O yerisə də sinədə ağrı olmur deyə bilmir və onlar ikinci, üçüncü, dördüncü infarktları gizli keçirə bilirlər. Heç bilmirlər. İnfarkt olur amma xəbəri yoxdur. Xəbəri yoxdur. Və infarkt nədir? Məsələn, infarkt ağrıdır. 30 dəqiqə, 40 dəqiqə çəkir, təcil yardım çağırsan, evdəkilərə deyirsən. Amma şəkər xəstələri ağrını bilmirlər deyə o qədər çox infarkt keçirə bilərlər ki. Və günün birində bu xəstələri aparırlar koronar angioqrafiya eləsinlər, onlara heç stent də taxıla bilmir. Damarlar o qədər nazilləşir, o qədər o deyil, bəli. Gizlin keçirirlər. Ona görə şəkər varsa bir şəxsdə onun ürək damar sistemi xəstəlikləri dəqiqliklə hər 6 ayda bir ildə bir dəfə yoxlanmalıdır. Şəkər varsa onlar ürəyə görə də dərman içməli. Bir də təzyiq. Təzyiq özü də ürək əzələsində ciddi bir qalınlaşma verir. Bu da başqa cür ürək çaşmamasına gətirib çıxardır. Şəkər xəstəsi olan bir şəxs bilmir ki, ürəyi xəstədir. Niyə? Çünki şəkər ağrı